Möhtəşəm bir təklifim var iş adamları üçün, biznes üçün və bağ həvəskarları üçün. Ərazini başa salım sizə. Fatmayıdan aşağı dənizə, yəni bu bağdan üzü dənizə 500 metr məsafədə. Yola yaxın, əsas marşrut keçən yola yaxın, məktəbə yaxın yerdir. Görəddilə yaxın və Novxanıya yaxın. Dənizə piyada 2-3 dəqiqəlik, 5 dəqiqəlik məsafədə. Deməli 37 sot ümumi. O hissəsi də var, sizə göstərəcəm. Burada qəşəng evlər tikmək olar. Ümumi 37 sotun içində bir təxminən 14-15 ev tikib satmaq da olar. O da qəşəng bir fikirdir. İçində ev də var. Balaca xudmani kotejlər eləyib buranı əsas otel kimi, resepsiyon kimi istifadə eləmək olar. İzah eləyim sizə. Ortadan koridor olacaq maşın parkovka üçün. Sağ tərəfdə də sot yarımların içində, 2 sotun içində, kimsəsi lap 1 sotun içində evlər. Təxmini 4 dənə, 5 dənə ev tikmək olar. Bu tərəfdə də eyni qaydada tikmək olar. Deməli, orta təmirli 2 mərtəbəli təxmini bir 350 kvadratlıq evdir. Sizə ikinci hissəsini keçim göstərdim. Bax, belə bir yerdir. Tam kupçalı. Bağın ikinci hissəsi bu tərəfdir. Bax, belə bir yerdir. Eyni qaydada sağda, solda tikmək olar bağları. 2 ev var içində. Lap istəyən olsa 2 qardaş, 2 qohum, 2 bacanaq bebelərini qırmırlarsa alıb bunu restavrasiya edib, davam edib yaşaya bilərlər. Təkrar eləyirəm, 37 sot, tam kupçalı, qiyməti 390 min manat, ümumi qiyməti. Bu fürsəti əldən qaçırtmayın, bu ərazidə torpağın sotu hesablayın da 16-17 mindir. Bu dəyərindən aşağı satılır. Bax, belə bir yerdə təkrar eləyirəm. Fatmayı üzü aşağı düşəndə Görədilə düşür yol, Novxanıya, dəniz qırağına. Bu bağdan ora avtobusda keçir bağın yanından. Ora təxmini 500 metrlik məsafədədir.